Çeşmefələk kör olsun bu mənzərəni gördü. Su, xanım Zəhra salamullah əleyhanın mehriyyəsidir. Allah Teala Hud surəsinin 7-ci ayəsində buyurur ki, ərşi su üzərində xəlq elədi. Peyğəmbər salavatullah da bir şəxsdir ki, barəsində qudsi hədisdə keçir ki, Allah Teala buyurur, Ləvləkə ləmə xələqtul əflak. Ya Peyğəmbər, əgər səni yaratmasaydım, mən heç nə yaratmazdım. Ərşi, fərşi, kainatı, hər şeyi Allah Peyğəmbərə görə, suyu da Peyğəmbərə görə yaradıb. Peyğəmbər buyurur ki, Hüseynun minni və ənə min Hüseyn. Hüseyn məndəndir, mən də Hüseynnənəm. Məntiqi nəticədə necə su Peyğəmbərə görə yaranıb, deyə bilərik ki, su elə İmam Hüseynə görə də yaranıb. Yəni o su ki, onun özü üçün yaranıb, bu ümmət o suyu onun özünə qıymadı. Suyun kənarında, çayın axar yanında nə özünə, nə də onun balalarına. Namərdilər, hətta o 6 aylıq qundaq balıya belə su qıymadılar.